gecə vaxtı narahat ayaqvar sindromu deyilən bir sindrom var. Araşdırmaq lazımdır ki, səbəbi. Çox hallarda EMG eləyirik. EMG-nin nəticəsində baxılır görə. Ola bilsin ki, problemlər beldən gələ bilər. Amma çox vaxtı bu səbəb olur diabetik, neyropatiya, polineyropatiya, içki içən adamlar, siqaret çəkən adamlar, bəzi preparatların uzun müddətli istifadəsi nəticəsində, bir də sinir sistemi gərginliyi nəticəsində beləncə problemlər baş verə bilər. Ona görə deyirəm ki, müayinə eləmək lazımdır, bu səbəbi araşdırmaq lazımdır, bu yaranan problemlərin səbəbi nədir? Ondan sonra müalicə taktikasını keçmək, ya medikamentoz müalicə, ya fizioterapevtik, ya da müdaxilə halında müdaxilə eləmək və problemi aradan götürmək.